Qulağı bizdə olan hər kəs, hepinizə yaxşı gün arzu edirik, məhsuldar gün və təbiidir ki, bununla bərabər yaxşı həftə sonu arzu edirik. Rauf, sən də Çox sağ ol. həftə sonu arzu edirik. Hava da gözəl. Bəli, sabah da belə olacaq. Deyilənə görə indi gözləyək, amma günəşli göstərir. Artıq yavaş-yavaş qızır da. Yavaş-yavaş həm də aprelin sonuna yaxınlaşdığında sonra da may gəlir və salamdır. Bilirik ki, bir çox olan düzdür. İndi ötən il bizə nə göstərdi? Görək bu il nə göstərəcək. İndi hava ilə hələ ki tam olaraq zarafat əvvəllər bir neçə il bundan qabaq, yəni 10 illiklərdən danışıram. İnsanlar bilirdilər, mayın məsələn tutaq ki də ilk günlərindən belə artıq temperaturu yüksəlirdi. Amma bugün isə faktiki olaraq dəyişib, ekologiya dəyişib, qlobal istiləşmənin bir təsiridir. Keçən yadımdadır, iyunun əvvəlləri. İyunun 20-si. İyunun 20-si hava qızdı. İlk dəfə insanlar dənizə iyunun 20-sində getdilər. İyunun əvvəli idi, gödəkçə giyinir, bir şey gəlir. Ona görə bilmək olmur. Havadan danışmırıq, sudan danışırıq. Danışdığımız təbii ki yollardır. Bugün məlumat səsləndirdik, bir neçə dəfə səsləndirdik. Rafta FM 107.7 dalğasında eşidirdiniz. Paytaxtda 5 yolu təmir işləri olacaq. Deməli 17 aprel gecə saat 11-də başlayır. 20 aprel səhər saat 6-ya kimi təmir işləri aparılacaq Rəşid Bəypulu küçəsində, Şəmsi Bədərbəyli küçəsindən Abbasqulu Ağabakıxanov küçəsinə qədər olan isə Ziya Bünyadov prospektində ki Müzəffər Nərmanovdan Xəlil Rıza Ulutürk küçəsinə qədər, Koloğlu metro stansiyası istiqamətdə təbii ki. Abbas Mirzə Şərəfzadə küçəsində, Əsəd Əhmədov küçəsindən Hakim Abbasov küçəsinə qədər olan hissə, Səməd Vurğun küçəsi, Abbasqulu Ağabakıxanov küçəsindən Füzuli küçəsinə qədər olan hissə və Bakı dairəvi yolda Meyvəli Ticarət Mərkəzinə gedən yolda təmir işləri olacaq. Ona görə göstərilən tarixlərdə, yəni 17 aprel və 20 aprel tarixlərində tarixinə qədər çalışaq ki, bu yollardan istifadə edəcək. Həftə sonları da, yəni bugün gecə 11-dən başlayacaq. Bugün gecə saat 11-dən başlayacaq. Birinci gün səhər saat 6-ya qədər. Və maraqlı məqam nə idi? Biz şəhərin mərkəzi küçələrinə, əsas mərkəzi küçələrinə düşünməyə başladıq Raufla ki, bəs mərkəzi küçələrdə əsasən də yollar belə pis vəziyyətdə deyil, yaxşı vəziyyətdədir. Amma biz burada Siyahıda Rəşid Bəypulu küçəsini görürük. Biz burada Ziya Bünyadov ən belə deyək, böyük prospektlərdən biridir. Onu görürük. Səməd Vurğun küçəsini görürük. Bütün bax bu yollar təmirə ehtiyacı var demək. Biz də bu barədə danışmaq istəyirik ki, sizin fikrinizcə daha hansı yolların təmirə ehtiyacı var? Fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Aidiyyatı qurumlar təbii ki eşidirlər müntəzəm olaraq medianı, istər televiziya, istər radio, istər müxtəlif platformalar olsun, xəbər saytları olsun. Elə biz də bugün bu barədə danışmaq istəyirik ki, sizin fikrinizcə hansı küçə və prospektlərin təmirə ehtiyacı var? ehtiyacı var. Səsli mesaj göndərsə səsinizi efirdə dinləyək, biz də danışaq, müzakirə eləyək. Və dostlar, bizim verilişimizin baş sponsoru haqqında məlumat vermək istəyirəm. Birbank bizim verilişimizin baş sponsorudur və Birbank tətbiqində bu dəqiqə hamının telefonunda Birbank tətbiqi var. Çünki hamı ondan istifadə edir, yararlanır və əlbəttə ki, ictimai nəqliyyatdan istifadə edənlərdə həmçinin Bakı kart QR biletləri ilə bağlı yeni imkanlar var və artıq QR biletləri onlayn yarada bilərsiniz. İnternet bağlantısı olmadan da rahat şəkildə istifadə edə bilərsiniz. QR biletlərin yararlılıq müddəti 5 dəqiqədən 45 dəqiqəyə qədər artırılıb. Bu da o deməkdir ki, biletləri öncədən yaradırsınız, rahat və fasiləsiz istifadə etmək mümkündür əlbəttə. Deyə soruşduq 055-455-1077 WhatsApp nömrəmizdir. Çünki məlumat verdiyimiz kimi Bakının bu gecədən etibarən 5 küçəsində, 5 yolunda hərəkət məhdudlaşdırılacaq. Bu ola bilər tam məhdudiyyət olunsun. Artıq bu işlərin gedişatından asılıdır. Biz bu barədə dəqiq deyə bilmirik məlumat və hissə-hissədə məhdudlaşdırma olacaq. İstənilən halda bu yollardan istifadə edərkən həm öncədən səhv
səfərinizi planlaşdıranda çalışın bu istiqamətlərdən getməyin. Yox, əgər getməlisinizsə o zaman daha diqqətli olmaq lazımdır. Sürət həddi, o ara məsafəsi və s. və ilaxır. Yəni yollarda quraşdırılan nişanların tələbinə mütləq şəkildə riayət etmək lazımdır. Və orada bir 5-ci küçənin adı məhz kənar dairəvi yoldur. Bəli. Yəni Bakı dairəvi yolu üzü Meyvəli istiqamətində. Amma mən də elə yollar haqqında məlumatı deyəndə hal-hazırda məhz kənar dairəvi yolda üzü Lökbatan dairəsi istiqamətində böyük sıxlıq var. İndi kameralar vasitəsilə biz də baxmağa çalışırıq ki, görək orada nə baş verir. Bəlkə ola bilər, bilməm, qəza baş verib ya da ki, axşam aparılacaq təmir işlərinin hazırlığı gedir. Onu da indi baxırıq, hazırda indi görmək istəyirik də o istiqamətdə nə var, nə yox. Amma belə biz bugün danışırıq, hansı yolların təmirə ehtiyacı var, sizin fikrinizcə? Mən əminəm ki, bir çoxlarının yaralı yeridir. Yəni, çünki bəli, mərkəzi küçələrdə vəziyyət yaxşıdır. Bəli, bizim əsas prospektlərimizdə demək olar ki, yəni biz yollarımız əslində digər ölkələrlə keçmiş MDB ölkələrlə müqayisədə bizim yollarımız çox irəlidədir. Hətta Moskva şəhərindən gələn adamlar belə bizim yollarımıza baxırlar, deyirlər ki, nə qəşəngdir, nə gözəldir yollarınız. Təmiz, səliqəli yollar. Təmiz, səliqəli, asfalt örtüyündən söhbət gedirsə yeni, yəni çuxur o qədər də çox deyil. Amma bu mərkəzi küçələrdə də biraz kənara, bir bağlaca kənara çıxanda görürsən ki, vəziyyət o qədər yaxşı deyil. Məsələn, bizim elə 2 həftə bundan öncə, ötən həftə danışdığımız, 2 həftə deməyim, ötən həftə danışdığımız və şahidi olduğumuz bu yağışlar zamanı Keşlə qəsəbəsindəki vəziyyət. Yeri gəlmişkən, Keşlə qəsəbəsində yollar da bir o qədər yaxşı vəziyyətdə o deyil. O deyil. Və də Keşlə qəsəbəsindən biz, əziz dinləyicilərimiz, ötən həftə idi ağa ilə bərabər üzü o tərəfdən Heydər Əliyev prospektinə çıxırdıq maşınla. Biz tez-tez bu barədə danışırıq ki, ümumiyyətlə Babək prospektinə, Heydər Əliyev prospektinə çıxan bir dənə yol vardı. O da Keşlə qəsəbəsinin içindən keçir, Araməhəllilərin içindən. O maşınla gedirdik oradan. Orada bir dənə dar yer var. Məsciddən deməli içəri tərəfə girəndə o dar yer var. Dar bir, çox ensiz bir yoldur. Bir maşınlıq yoldur. Bax, orada fikirləşdik ki, nə belə çətin işdir ki, ümumiyyətlə Babək prospektini, Heydər Əliyev prospektini əlaqələndirmək. Üstəlik, o yol özü də hamar yol deyil. Görürsən də, orada da çuxuru var. Babək prospekti ilə Heydər Əliyev prospektinin arasında uzaqbaşı 1 kilometr yarım olar ya olmaz. Bu qədər yol olar, çox deyil. Yəni dümdüz baxsa və mənə gəlir ki, bu hissədə çox yerlər var ki, rahat şəkildə onu birləşdirmək olar. Və bu böyük sıxlığın qarşısını aradan qaldırmış olacaq. Çünki adam var ki, Babək prospekti məhz həmin o Keşlədən keçmək istəmir. Çünki o qədər dardır ki, bir dənə maşın gəlirsən, otursan gözləyirsən ki, bir ucu bitsin, mən başlayayım hərəkətə keçməyə və nəticə etibarilə orada əməli başda, yəni bir qarşı durma yaranır. Bir qarşı durma da yol mənim deyəsən. Bəs sürün də, siz də bəs sürün, bəyətdə siz gəlirsiniz, biraz da biz gedək. Yəni, halbuki bunu etmək çox rahat. Çox rahat ola bilər. Yol çəkməyə, oradan yol çəkməyə mənə 2-2-dir. Yəni, başa düşəmək çətindir. Yəni, mən də bu demək 2-2. Amma yəni, istənən halda bir mütəxəssis üçün, bir qurum üçün çox da böyük bir iş deyil. Yəni, bunun özü də təmir deməkdir də. Yəni, bu qeyd məncə yenidən qurulmalıdır. Yolda təmirə ehtiyac var. Söhbət sırf asfalt örtüyünün dəyişilməsindən getmir də. Bu özü də yol genişləndirilə bilər və yaxud da ki, yolun konfigurasiyası dəyişə bilər və s. və axır. Yəni, ümumi olaraq biz bu barədə bugün danışırıq və nəzərə alsaq ki, əgər biz indi hal-hazırda Keşə qəsəbəsini məsələn nümunə kimi gətirdik, orada da yol heç də hər yerdə hamar deyil. Hamar olan yerlər, hissələr də var, amma digər yerlər də var ki, orada da fikirləşir adam ki, burada yolu dəyişmək olar, belə düzəltmək olar, belə eləmək olar, belə təmirə ehtiyacı var. Və Hüseyin bizə yazıb, dinləyişimiz, onu da dinləyək, onu da görək o hansı istiqamətin təmirə ehtiyacı olduğunu düşünür. Salam olsun, hər vaxtınız xeyir olsun. Nə qəşəng mövzudur həmişə kimi. Bütün küçə, prospektlərin hamısına təmirə ehtiyacı var. Çünki haradasa asfalt çəkirlər,
üstündən bir dənə yağış yağsın, yəni nə bilim bir həftə keçir, asfalt olub gedir. Şu. Qarayevdə, nə bilim Bakıxanovda, Ziya Bunyadovda, o qədər yerlər var. Qəsəbə. Haradakı Ayna Sultanovada yalan olmasın, bəlkə bir 5 gün dalbada kanalizasiya qapağı açıq edir. Gah nə bilim pomidor yeşiyi qoydular, gahlarım konus qoydular. Bir dənə qapaq tapıb gətirib yerinə qoya bilmirlər ki, cəmaat oradan keçə bilsin. Yəni ki, köməkçi yol deyirəm, gəlir sənə bir ki, Ayna Sultanovaya çatmamış, bukvalin aradakı nə bilim bir 100 metrə, beləncə piyada keçidi var. Düz piyada keçidinin altında bir dənə qapaq açıq edir. Belə yerlər çoxdur, vallahi yəni danışmaqla, deməklə deyil. Bonusda haranda gəldirlərsə, əlbəttə ki, orada sonra ya yol çəkəcək, ya asfalt yolub gedəcək. Qabaqçı kimi asfalt deyil. Yəni əvvəllər asfalt çəkilirdi, illər gedirdi. Nə asfalt çəkilir, adlar asmırdı. Bir müddət keçir asfalt yox vəziyyətindədir. O istiqamətlərdən biri də elə bizim ev tərəfdə o Droqal küçə var, Droqal döngə də adı. Orada yağışlardan sonra söhbət məhz yağış yağandan sonra gedir. Onlar da bir ardısa elə 1 metrə məsafə radiusda yol, təxminən eni uzunu. O yol çöküb. Yəni mən bilirəm ki, o yol yeni təmir olunmuşdu. Asfalt örtüyü də çox hamar idi, gözəl hər şey. Bizim evi həyətin biraz arxa tərəfi də. Orada amma indi görürəm ki, əməlli yol bildiyin çökdü. Təxminən deyirəm də bir 60-70 santimetrlik yer. Yağışdan Son sonra. dəfə nə vaxt istifadə etdiyim yadımda deyil. Amma yəni belki bir il olar, belki il yarım olar ki, yoldan istifadə etməmişəm. İl yarım bundan qabaq Binəqədi Binəqədiyə gedən yol var idi ya. Yəni gəldin, düşdün aşağı Azadlıq metro stansiyasının qarşısına bir yol Biləcəriyə dönür gedir, bir yol düz gedir Binəqədi və digər istiqamətlər. Bax, o yol xatırlayıram ki, heç yaxşı vəziyyətdə deyildi. Bilmirəm, indi necədir, hər halda dinləyicilərimiz fikirlərini bölüşsünlər bizimlə. Bir il bundan qabaq Masazıra getmişdim. Yol heç yaxşı deyildi. Xırdalan yeri gəlmişkən Dalanın Masazır tərəf, Masazırın